İlk öncə bizə verilən karbohidrogenin, yəni sikloalkanın ümumi formunu qeyd edək. CnHCl. Bizdə molekulda neytron sayını 18 verib. Neytron sayını tapmaq üçün həm karbonun, həm hidrogenin ayrı-ayrı neytronların sayını tapırıq. Yəni kütlə göstərən ədəddən proton çıxsa, neytron tapmış oluruq. Karbonda 6, hidrogenda isə 0-dır. Demək, CnHCl-ə əsasən N-i 6-ya vurub, 2-ni 0-a vurub, cəmləyib 18-ə bərabər eləyə bilərik. Və buradan N-i 3 tapırıq. Yəni C3H6 pentel. Rabitələrin ümumi sayını istədiyi üçün bunu sadə yolla indekslərini cəmləyib tapmaq olar, yəni 9. Digər üsul isə açıq quruluş formunu yazsaq, həm karbon-karbon, həm də karbon-hidrogen arasında olan rabitələrin sayını hesablasaq, rabitələrin ümumi sayını tapmış olarıq. Yəni cavabımız 9-dur.